ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم مصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين سيما الحجة بقية الله في الأراضين ولعن على أعدائهم أجمعين إلى قيام يوم الدين. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. Usikum və nəfsi bitəqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə eləyirəm. Allahın rəhməti, bərəkəti, salamı inşallah ki, bu mübarək gündə sizlərin və bizlərin üzərinə olsun. Allah Teala bu ayın, bu günün xeyrindən, bərəkətindən inşallah ki, bizləri binəsib eləməsin. Hicri qəməri təqvimi ilə axırıncı 12-ci aydır, Zilhəccə ayı. Əvvəldə də qeyd eləmişik ki, cümə günlərində ki, bu ayda bir neçə tanınmış, belə deyək, əlamətdar günlər var. O günlərdən biri də 10-cu imamımız, imamətin, vilayətin 10-cu günəşi İmam Hadi əleyhissalamın, yəni İmam Əli Yənnəqinin mövlududur ki, 15-i Zilhəccə ayına təsadüf eləyir. Yəni bir neçə gün bundan sonra inşallah ki, imamın mövlud günü olacaq. Zilhəccə ayının 15-i 10-cu imamımız Əli Yənnəqi əleyhissalam, yəni İmam Hadinin mövlud günüdür. 10-cu imamımızın adı Əlidir. Ən məhşur ləqəbi Hadi və yaxud da Nəqidir. Əbülhəsən, yəni Həsənin atası o həzrətin künyəsidir. Atasının adı bilirsiniz ki, İmam Cavadın oğludur, Cavaddır. Anası isə Səmanə xanımdır. İmam Əli Yənnəqi əleyhissalam hicrətin 212-ci ilinin Zilhəccə ayının 15-də dünyaya göz açıb, 42 il ömür sürüb və Bəni Əbbasi xəlifələrindən olan Mötəzin xilafət dövrünə onun ömrü təsadüf eləyir və Mötəməd Əbbasi tərəfindən zəhərlənərək şəhadətə çatdırılıb. İmamət bir çıraqdır. Bir çıraqdır ki, Allah Teala nübüvvətin davamı olaraq imaməti müəyyən eləyib. Allah hansı səbəbə görə nübüvvəti müəyyən eləyib, Peyğəmbər göndəribsə, həmin dəlillərlə, həmin sübutlarla, həmin o dəlillərə əsasən də Peyğəmbərliyin davamı kimi imaməti müəyyən eləyib, imamları təyin eləyib. Allah Teala peyğəmbərləri ona görə göndərib ki, yer üzü ümumiyyətlə höccətsiz qalmasın. Yer üzündə deyir, hətta bütün insanlar dünyasını dəyişər, 2 nəfər qalsa, biri digərinə yol göstərən olmalıdır, biri digərinə peyğəmbər olmalıdır, yəni yol göstərən olmalıdır. Ona görə də yer üzü gərək höccətsiz qalmasın. Höccətsiz ola bilməz yer üzü. Bu dəlillərə görə də imaməti təyin eləyib ki, sonuncu peyğəmbərin risalətini davam elətdirməkdən ötürü və yer üzü yenə də höccətsiz qalmasın deyənə Allah Teala peyğəmbərlikdən sonra imaməti qərar verdi. Allah Teala imamlara elm, helim, səbir və s. kimi neymətlər bəxş eləyib. Onlara bu neymətləri bəxş etməklə onlarda bir qabiliyyət yaradıb ki, bir ümməti hidayət eləmək üçün dözə bilsinlər.
onlara elm verib, helm verib, səbir verib, bu neymətləri verməklə imamlara dözüm verib ki, bir dənə ümməti hidayət eləyə bilsinlər. İmamlar Allah Taala'nın onlara verdiyi elm və nuraniyyətin sayəsində ümməti hidayət eləyib onlara yol göstərə biliblər. İslam dininin iddiasına əsasən tarix boyu yaranan suallar cavabsız qalmamalıdır. İslam dini bunun tərəfdarıdır ki, yəni suallar ki yaranır, o suallar cavabsız qalmamalıdır. Elə bir sual yoxdur ki, ümumiyyətlə İslam dinində həmin suala cavab tapılmasın. İndi kiməsə sual verər, onu bilməz, o başqadır. Həmin adamın bilməməyi başqadır. Amma İslamda bu yoxdur deyə bir məsələ tam başqa bir şeydir. Elə bir şey yoxdur ki, İslam dini çünki hər tərəfli dindir. İslam dini ümumbəşəri bir dindir. Yəni İslam dinində elə bir şey yoxdur ki, ta üzr istəyirəm, insanların təharətxanasından tutmuş yataq yerinə qədər İslamın deməyə sözü var. İslamın deməyə sözü var ki, İslam deyir ki, insan necə yemək yeməlidir, necə yatmalıdır, necə durmalıdır, hansı belə deyək məsələlərə əməl eləməlidir. Bunlar önəmli olan məsələlərdən biridir. Önəmli olan məsələlərdən biridir. Ona görə də elə bir sual yoxdur ki, İslam dinində həmin suala cavab tapılmasın. Əgər bir sualın cavabı Quranda aydınlaşdırıla bilməyəndə dərhal Peyğəmbərin hədislərinə, imamların kəlamlarına həmin sualın cavabını tapmaqdan ötürü müraciət olunur ki, çox vaxtda, elə əksər vaxtda Qur'an-ı Kərimdə olmayanda görürsən ki, Peyğəmbərin hədisində, imamın kəlamında o sualın cavabı aydınlaşır. Hətta bəzən tarixdə xəlifələr tərəfindən alimlərin iştirakı ilə məclislər təşkil olunurdu və həmin dövrün imamı da həmin məclisə təşrif buyururdu, dəvət olunurdu, diskusiyalar aparılırdı. Alimlərdir bir dənə nəyisə əsəri məsəl üçün yazıb və yaxud da bir məsələni araşdırıb, bir dənə sual onu çətinliyə salıb, yığışırdılar, söhbət eləyirdilər ki, digərlərinin görək bu məsələ ilə bağlı fikirləri nədir? Orada imam da gəlib iştirak eləyirdi və imamın Allah höccətini məsum bir şəxsin köməkliyi ilə o suallara cavab tapılırdı, o düyünlər açılırdı. Bu kimi məclislər bir qayda olaraq orada keçirilirdi. Orada əyləşənlər də alimlərin suallarına cavab verirdilər. Yəni imam tərəfindən cavab veriləndə orada əyləşənlər də aydınlanırdı onlar üçün müəyyən məsələlər. Amma bəzən görürsən ki, bu məqsəd yönlü şəkildə də belə deyək, istifadə olunurdu ki, həmin o dövrün imamını gözdən salmaqdan ötürü, onu belə deyək, mənəvi olaraq sındırmaqdan ötürü, o cavab tapa bilməsin, mənəvi olaraq sınsın, insanlar ondan üz döndərsinlər və yaxud da o sualın cavabını tapanda həmin dövrün xəlifəsi imamı öz adamı kimi göstərib cəmaatı ondan uzaqlaşdırmaq istedi. Lakin bu şeylər boşa çıxırdı. İmama daha da rəğbət artırdı, Allahın höccətinə rəğbət artırdı. Məsəl üçün, onlardan biri məmunun məclis təşkil eləməsi İmam Musa Rıza əleyhissalam üçün ki, müxtəlif dinlərdən olan, yerlərdən olan alimlər gəlirdilər, sual verirdilər. Adını eşitmişsiniz, Əhl-i Sünnə alim var, Suyuti adında. O, müxtəlif sahələrdə kitablar yazıb, bir dənə kitab var, Əd-Durrul Mənsur adında. Suyutinin Əd-Durrul Mənsur adında bir əsəri var. O əsərdə belə bir şey qələm alıb ki, hadisəni qələm alıb ki, Əbbasi xəlifələrindən olan Vasiq Villah bir gün məclis təşkil eləyir, alimləri, görkəmli insanları ora dəvət eləyir. Deyir, İmam Hadi əleyhissalam da həmin məclisə dəvət alır, İmam Əliyyən Nəqi. İmam məclisə deyir, gəlməmişdən öncə deyir, alimlər bir-birlərinə söhbət eləyirlər. Söhbət eləyirlər ki, onlardan biri Yəhya İbni Əqsəm adında biri bir dənə mövzu açır. Ortaya bir dənə söhbət açır, mövzu açır ki, mən deyir, bir dənə sual ətrafında düşünürəm, onun cavabını tapa bilməmişəm. Mən indiyə qədər deyir, bir dənə sual var ki, onu düşünürəm, axtarıram, heç yerdə tapa bilmirəm. Sualım da bundan ibarətdir ki, Adəm Peyğəmbər yer üzündə yaranmış ilk insan olub, o Kəbə evini ziyarət
ziyarət eləyəndə, həc mərasimi zamanı onun başını kim həlq eləyib, qırxıb? Bilirsiniz də, həcdə ehramı giyindin, əməlləri yerinə yetirdin, başını həlq eləməlisən, özün yox, kimsə həlq eləməlidir. Yəni, qırxmalıdır ki, sən ehramdan çıxa biləsən. Deyir, mənə maraqlıdır ki, görəsən, yer üzündə ilk adam Adəm əleyhissalam, ilk insan Adəm əleyhissalam. Bu, həc ziyarətin yerinə yetirib Allahın idi. Görəsən, bunun bu özündə özünü həlq eləyə bilmərsən. Bu, necə olub ki, bunun başını kim həlq eləyib? Sual yaranır. Vasiq xəlifə baxır, Vasiq Villah deyir ki, sizin sualınızı bilən yoldadır, İmam Hadi əleyhissalamı deyir. Deyir, bu vaxt elə İmam Hadi əleyhissalam daxil olur içəri, hamı deyir, ehtiram əlaməti olaraq onu keçirdirlər, yuxarı başda əyləşdirirlər. Yəhyanın deyir, ortaya atdığı həmin sualı Vasiq özü imamdan soruşur, xəlifə özü imamdan soruşur ki, imam bu suala cavab vermək istəmir. Buyurur ki, yaxşı olar ki, bu sualın cavabını məndən soruşmayasınız. Deyir, orada məclisdə olanlar israr eləyirlər, xəlifə özü də israr eləyir. Başlayır cavab verməyə. Buyurur ki, atam İmam Cavad əleyhissalamdan, o öz atası İmam Musa Rızadan, o öz atası Musa İbni Cəfərdən, o Cəfər İbni Muhamməddən, o atası Əli İbni Hüseyndən, Hüseyn İbni Əlidən, o da Əli İbni Əbu Talibdən, o da Peyğəmbərdən bu sualın cavabını bu cür buyurur ki, Adəmin saçını həlq etmək üçün Allah Teala Cənab-ı Cəbraili orada məmur eləyir, göndərir ki, Cənab-ı Cəbrail geçsin. Deyir, Cəbrail də deyir, cənnətdən bir dənə yaqut gətirmişdi əlində. Həmin yaqutu Adəmin saçına sürtdükcə onun saçları deyir, yerə tökülürdü. Deyir, sonra İmam Hadi əleyhissalam əlavə eləyir. Deyir, üzünü tutur orada oturanlara. Qaydadır ki, bilirsiniz, Kəbə evinin, hərəminin eninin və uzununu nə qədər olduğunu siz bilirsiniz. O bilirsiniz də orada daxil olmaq yeri var. Ehramı ki giyindin, orada hərəm bölgəsi var. Orada məsələn ovulaya bilmərsən, kəffarəsi var. Məsələn elə yerlər var ki, orada işlər var da, həccə gedənlər daha yaxşı bilir. Deyir, o hərəm ki çayılır, hindiki yer, onun eni ilə uzunluğunu bilirsiniz hara qədərdir. Deyir, Cəbrail əleyhissalam həmin yaqutu Adəmin saçlarına sürtdükcə onun parıltısı, işıltısı, yaqut parıldayır axı, parıltısı hansı yerə düşürdüsə Allahın əmri ilə hərəm təyin olundu. Yəni o kölgə, o parıltı hara qədər oldusa, haracan düşdüsə Allah Teala oranı hərəm təyin elədi. Hazırda Məscidül Həram o vaxtdan təyin olmuş yer hesab olunur ki, ora daxil və xaric olmağın xüsusi hökmləri var. İmamlardan olan bu elm oxumaqla əldə olunmayıb. Bu elm Allahın onlara bəxş etdiyi mərhəmət və inayətdir. Həzrət Peyğəmbər salavatıllaha bəxş elədiyi kimi imamlara da Allah Teala bu elmi inayət eləyib. Ümumiyyətlə həmişə Abbasi xəlifələr, xüsusən də Abbasi xəlifələri düşünürdülər ki, əgər imamların malı, dövləti çox olsa, sərvəti çox olsa, onlara qarşı onların əleyhinə qiyam eləyərlər, qiyam qaldıra bilər. Ona görə də həmişə bacardığı qədər imamları maddi sıxıntıya salmağa çalışıblar. Fəth İbni Xaqan ondan nəql olunur bu hədis. Buyurur ki, mütəvəkkilə xəbər vermişdilər ki, Qum şəhərindən ticarət məqsədi ilə İmam Hadi üçün mal göndərəcəklər. Mütəvəkkil deyir, mənə dedi ki, Xaqan deyir ki, mənə dedi ki, sən o malın gətirəcəyi yolun üstündə dayan və karvanı görəndə mənə xəbər elə. Deyir, mən gəldim Əbu Musanın yanına. Əbu Musa da Həzrəti İmam Hadinin yaxın adamı idi. Deyir, gəldim onun yanına. Ona dedim ki, İmam Hadinin ticarət karvanı barədə xəlifəyə xəbər göndəriblər, məlumat veriblər. O da mənə tapşırıb ki, yolun üstündə dayanım, həmin karvan gələndə, onu görəndə mən xəbər verim. Sən imamdan həmin karvanın gəldiyi yolu soruş ki, mən də həmin yolda dayanmayım. Gedim tam başqa bir yolda dayanım, deyim ki, mənim daha orada dayandım, karvandan əsər əlamət orada yox idi. Əbu Musa deyir ki, mən imamın huzuruna gəldim. İçəri daxil olan kimi imam mənim deyir, üzümə baxdı, güldü.
güldü. Deyir, arxasıcan buyurdu ki, Əbu Musa, narahat olma, inşallah xeyirdir. Deyir, mən bir dənə söz demədim. İmam buyurdu ki, səni mənim yanıma nəyisə soruşmaqdan ötürü göndəriblər. Nə üçün soruşmursan? Deyir, dedim ki, ey Peyğəmbərin övladı, soruşmağa utandım. Düzdür, məni göndəriblər ki, karvanın hansı yolla gələcəyini soruşum. Amma sənin məqam və əzəmətin məni heyrətə gətirdi. Mən soruşa bilmədim. İmam buyurdu ki, mal gecə gələcək. İndidən gözləməyin heç bir mənası yoxdur. Əgər istəyirsənsə, gecəni bizdə qonaq qala bilərsən. Deyir, mən Həzrəti İmam Hadinin əmri ilə onlarda qaldım. Gecə oldu, imam deyir, ibadətlə məşğul idi. Biraz keçmişdi ki, məni deyir, çağırdı. Dedi ki, bizim malımız artıq gəlib qapıdadır. Amma gecə olduğu üçün qapıçımız o mal gətirən karvanbaşını içəri buraxmır. Ged o qapıçıyla danış, qoy onu buraxsın içəri. Deyir, mən çıxdım sonra gördüm, həqiqətən də bu gəlib, qapıçı bunu buraxmır, danışdım qapıçı ilə. Bir dənə zəmbil var idi, onu verdi mənə. Gəldim, deyir, imamın hüzuruna. Deyir, imam mənə dedi ki, qumdan bir dənə xanım həmin adama bir dənə əmanət verib. O karvanbaşıya çatdıracağı olan əmanətlara bir dənə əmanət verib. Ged, o əmanəti al gətir. Deyir, mən gəldim, həmin adama dedim, Həzrətin deyir, sözlərini çatdırdım. Deyir, o da əmanəti çıxardıb, gətirdi, verdi mənə. Deyir, mən də apardım, çatdırdım imama. İmam deyir, əmanətə baxdı, qayıtdı, dedi ki, bu həmin qadının verdiyi əmanət deyil. Apar, qaytar və ona de ki, sən bu əmanəti dəyişmisən. Qadının verdiyi əmanəti ver bizə. Mən deyir, apardım, həmin adama verdim. Dedim ki, sən əmanəti dəyişmisən. Bu həmin qadının əmanəti deyil, bizim üçün göndərdiyi. Deyir, o dedi ki, düzdür. Mənim qızımın ondan xoşu gəldi və özü üçün götürdü həmin əmanəti. Əvəzində isə başqa bir zinət əşyası qoydu. İcazə verin, gedib onu gətirim. Gəldim imama, dedim onun sözlərini. İmam deyir ki, yox, o qızına zıla vermir. O elə öz boynundan asıb onu. Öz boynundadır. Getdinən açsın, versin onu bizə. Deyir, bu gedir, deyir ki, o sənin boynundadır, aç onu ver. Deyir, həmin adam deyir, bunu eşidəndə açı verməz, özündən getdi. İmam deyir, çıxdı qapıya, əlindən tutdu, qayıtdı, dedi ki, sən mənim imamın imamlığını yoxlamaq istəyirdi, məqsəd o idi. Deyir, sən mənim imamlığıma şək şübhə eləyirdin, amma indi yəqin bildin və istəyivə çatdın. Allah Teala bu peyğəmbəri və imamları insanların hidayəti üçün bu cür göndərib. Ümumiyyətlə, cəmaət imamların belə deyək, belə kəramətlərini çox görüblər. Amma xəlifələr onların əleyhinə çox geniş təbliğat aparıblar. Onlar o, belə deyək, pulun, zorakılığın, nə bilim, qorxunun vasitəsilə insanları yayındırmağa çalışıblar. Və bu da qorxmağın nəticəsində olub ki, imamdan çəkiniblər, Allahın höccətindən çəkiniblər. Bir gün yazırlar ki, mütəvəkkil deyir, İmam Hadini qorxutmaq məqsədi ilə böyük bir dənə qoşun yığır, hərbi təlim keçir. Hərbi təlim keçir. O deyir, Samira şəhərində olur. Samirada olan qoşunlardan 1000 nəfərinə əmr verir ki, atların ağzında qum torbaların gəsinlər bir yerə doldursunlar. Gətirirlər, doldururlar. Bir dənə təpə yaranır qum torbalarından. Adını qoyurlar Təlli Fəhali, yəni torbalar təpəsi. Sonra deyir, mütəvəkkil çıxır ora. İmamı da dəvət eləyir. İmam da çıxır ora. İmam daha doğrusu deyir, həmin təpiyə çıxanda çıxdı orada, dayandı mütəvəkkilin yanında. Mütəvəkkil deyir, ona deyir ki, səni ki, bura mən dəvət eləmişəm, səni bura çağırmışam, ondan ötürü ki, mənim ordumu müşahidə eləyəsən. Göz dağı vermək məqsədlə də o vaxtı qiyamçılar kimdən şübhələnirdilər, qiyam eləyə bilər, göstərirdilər ki, yəni o çəkinsin həmin işdən. Mütəvəkkil deyir, öz ordusuna deyir, əmr vermiş ki, müxtəlif o manevrlar eləsinlər, güləşsinlər, müəyyən işlər görsünlər. İmam deyir, başa düşür bunun niyyətini. Başa düşür, baxır buna, deyir, istəyirsən, mən də öz ordumu sənə göstərim. Baxır belə, deyir, hə. Deyir, imam deyir ki, gözlərini yum. Gözlərini yumur.
bir gümandan sonra biraz gözləyənə imam deyir ki, buyur, indi aç. Deyir, mütəvəkkil deyir, gözlərini açanda görür ki, yer və göyün şərqdən qərbədək, yer və göyün şərqdən qərbədək silahlanmış mələklərlə dolu olmasını müşahidə eləyir. Elə bu vaxt deyir, mütəvəkkilin ürəyi gedir, özündən gedir. Özünə gələn kimi imam ona buyurdu ki, bizim dünya işlərində səninlə işimiz yoxdur. Yəni, aram ol, narahat olma. Bizim işimiz dünya işi ilə deyil. Elə bilərsən, xilafət istəyirik, taxt istəyirik, tac istəyirik. Bizim onun işimiz yoxdur. Mən ilahi vəzifəmi yerinə yetirirəm. Elə buna görə də başqa şeyi fikirləşmə. Başqa şey ağlından keçməsin. O vaxtı sadə bir şəraitdə yaşayırdı. Onlar heç vaxt belə deyək, hər zaman möcüzə göstərmirdilər. Məcbur qalanda möcüzə göstərdilər ki, insanları hidayət elə bilsinlər, insanları başa salaq. Ümumiyyətlə, imama, peyğəmbərə, peyğəmbərin peyğəmbərliyinə, imamın imamına möcüzə ilə iman gətirmək imanın ən aşağı dərəcələrindən biridir. Bir adam təsəvvür elə möcüzə ilə. Peyğəmbərə o qədər deyirlər, möcüzə göstər. Deyirlər ki, filan şey, adın ya sehirbaz qoydular, ya cadugar qoydular, nəuzubillah, onu elədilər, bunu elədilər. Ən aşağı dərəcədir ki, imamın, peyğəmbərin peyğəmbərliyinə, imamın imamətinə möcüzə ilə inansın. O zəif insanların işidir. O zəif insan. Zirək insanların, ağlı olan insanların, qəlbi imanla dolan insanların elə yolun, belə deyək, başını göstərmək kifayət eləyir ki, onlar yolu tutub gedirlər. Onlar başa düşürlər. İki kəlmədən başa düşürlər ki, bu insan haqdır, yoxsa nahaqdır. Əbu Haşim Cəfəri var idi, o deyir, o nəql eləyir. Bir vaxtlar deyir, maddi vəziyyətim çox çətinləşmişdi, imkansız məni çox sıxırdı. Bir gün deyir, utana gəldim, deyir, İmam Əliyyən Nəqinin huzuruna, deyim, salam verdim, sonra dedim ki, deyir, İmam mənə baxdı, dedi ki, Əbu Haşim, Allahın hansı neymətinin şükrünü yerinə yetirmirsən? Baxdım ona, dedi ki, Allahın hansısa neymətinin şükrünü yerinə yetirmirsən. Deyir, mən başımı aşağı saldım, bir dənə söz demədim. İmam buyurdu ki, Allah sənə iman verib. Allah sənə iman vermişdi ki, bu iman vasitəsilə səni cəhənnəm atəşindən xilas eləsin, nicat versin sənə. Ona ibadət etmək üçün müvəffəqiyyət qazanmısan. Doğrudur? Dedim ki, bəli, ağa, doğrudur. İmam buyurdu ki, Allah sənə qənaət, Allahın verdiyi neymətlərə qane olmaq və harama yol verməmək qabiliyyətini əta eləyib. Onun vasitəsilə sənin abruvu qoruyur. Düzdür? Dedim ki, bəli, ağa, düzdür. Sayırda indi bu üçün. İmam buyurdu ki, Əbu Haşim, tapşırıq vermişəm ki, sənə 100 dinar pul versinlər. Deyib, mən bir dənə danışmağa söz tapmadım, sakit qaldım. İmam buyurdu ki, Əbu Haşim, bilirsən nə üçün səni danışmağa qoymadım? Dedi ki, xeyr, ağa, bilmədim. Niyə görə qoymadım? İmam buyurdu ki, ona görə ki, sənə bu qədər neymət verən Allahdan mənə şikayət eləməyəsən. Mənə şikayət eləməyəsən. Ona görə din böylərinin sözü budur ki, ən səmimiyyətsiz söz, bəlkə də acı-uca gələcək, birini görəndə deyəsən, necəsən? Niyə görə? Vəziyyəti xarab olsa Allahdan şikayət eləyəcək, vəziyyətinə asi olacaq. Sən də ona heç eləyə bilməyəcəksən. Din böyükləri deyib ki, bir adamla üzləşəndə yaxşı olar ki, deyəsən ki, inşallah ki, yaxşısan. Necəsən yox, necəsən? Deyir, inşallah ki, yaxşısan. Çünki onu qoymacıyla, indi hamının dərdi olur da, o belə deyək, maddi, mənəvi fərqi yoxdur. O deyir, bir də görürsən, başlayır, eləməyə, müəyyən o sözlər. Deyir, elə deyəndə ki, salam, aleyküm salam, işlər, güclər, inşallah ki, yaxşısan. İnşallah ki, yaxşısan. Bəzən də olur, məsəl üçün, birinə üzləşirsən, danışırsan, deyir ki, hara geçsən, nə işin var? Bəlkə biri demək istəmir, axı. Din böyüklərimiz deyərdi ki, haqdan gəlib, haqqa gedirik. Demək istəməyəndə, başa salma məsəl ki, deyən də, qoy işimizi görək də. Haqdan gəlib, haqqa gedirik.
Ona görə deyir, mən istəmədim ki, Allahdan mənə şikayət eləyəsən. Vəziyyətimin ağırlığını dilə gətirəsən, asi olacaqsan da şikayət eləyəcəksən. Deyir, istəmədim. Deyir, mərhum Şeyx Abbas Qumi, Allah rəhmət eləsin, deyir, bu hədisi yazandan sonra deyir ki, məlum olan budur ki, imamın Əbu Haşim üçün sadaladığı həmin 3 neymət insanın dünya və axirəti üçün çox böyük əhəmiyyət kəsb edir. 3 dənə neymət sayıda, 3 dənə neymət. İman verib sənə, qənaətçiliyi verib, qanilik. Ondan sonra da deyir ki, ibadət eləmək üçün müvəffəqiyyət qazanmısan, qaniçilik verib sənə. Bir də ki, şikayət eləməmək də, belə deyək. Deyir, 3 dənə neymət insanın dünya və axirəti üçün böyük əhəmiyyət kəsb eləyən amillərdəndir, məsələlərdir. Deyir, deməli, belə çıxır ki, iman, afiyyət və qənaət insan üçün misilsiz neymətdir. Şeyx Abbas Qumi yazır bunu. Nümunəvi bir insan idi İmam Əli Nəqi əleyhissalam. Elmdə də, səxavətdə də, kəramətdə də. Cəmaət deyir, ona inanırdılar və etibar edirdilər. Başa düşürdülər ki, yaşadıkları yerdə və zamanədə İmam Hadi kimi arxalanıb etibar olunası bir insan bir dənə budur, imamdır. Və bundan ibarətdir. Və inşallah ki, bir yaxın günlərdə İmam Hadi əleyhissalamın 15 Zilhəccəyə düşürdə inşallah ki, mövlududur. Çalışdıq ki, bir neçə kəlmə imamı yad eləyək birinci xütbədə. Allah Teala inşallah ki, imamın bu dünyada ziyarətin, üqubada şəfaətin bizlərə nəsib eləsin. Allah Teala Həzrətin imamətindən, atalarının, babalarının və onun övladı olan 12-ci imamımızın vilayətindən, imamətindən inşallah ki, bizləri ayrı salmasın. Vəssalamu aleykum və rahmetullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. İnna a'taynakal kəvsər fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali peyğəmbərə salavat zikr eləyək. Varis oldu, varislər dünyasını dəyişmiş, alimlər, abidlər, şəhidlər, siddiqlər, ruhları şad, səvaz zikriyə. Məscid mənbər inşa edənlər, məxsusən bu məscidi mənbər inşa edib, haqq dünyasında olanlar var, istirahət ruhları haqqında səvaz zikriyə. محمد وآل محمد وعجل فرجه. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيب إلهنا وطبيب نفوسنا أبي القاسم مصطفى محمد محمد وآل محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى حسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي محمد وآل محمد. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqva riayət eləməyi tövsiyə edirəm. Dedik ki, Zilhəccə ayında çox əlamətdar günlər var. O günlərdən, böyük günlərdən biri, İslam dünyasında da böyük hadisə və bayram sayılan Qədirxum günü də 18 Zilhəccə ayına təsadüf eləyir. Artıq Qədirxum bayramına sayılı günlər qalıb.
İstəyirəm ki, bir neçə cümlədə ikinci xutbədə bu bayramın, bu hadisənin mahiyyəti ilə bağlı danışaq. Çünki Peyğəmbər şəxsən özü təkid eləyib ki, bu hadisə haqda danışın. Burada olanlar, burada olmayanlara bunu çatdırsın, danışsınlar dildən dilə. Bu hadisə nəql olunub, bu günə qədər gəlib çatıb bizə. Şitmədən deyərdim ki, Qədirxum hadisəsi İslam tarixində ən böyük hadisədir. Qur'anın nəzərincə də bu hadisə misli bərabəri olmayan bir hadisədir. Ona görə də Qədirxum bayramı ən böyük bayram hesab olunur. Bənzəri olmayan fövqəladə bir hadisə. Bayramdır bu. Qədirxum hadisəsində 120 min nəfər səhabələrdən iştirak eləyib. Heç bir hadisədə bu qədər insan olmayıb. Peyğəmbərin son həcci zamanı, son həcdən qayıdarkən bu hadisə baş verib. Bugün, yəni Qədirxum günü Qur'anın ən mühüm ayələri nazil olub Peyğəmbərə. Böyük bir əzəmətli insan izdihamı ilə Peyğəmbər hərəkət eləyir, Məkkədən çıxır həccini bitirəndən sonra və yolda Peyğəmbərə bu ayə nazil olur. Ya eyyuhər Rasul, bəlliğ mə unzilə iləykə min Rabbikə və illəm təf'al fəmə bəlləqtə risalətəh. Mənim Peyğəmbərim, mənim Rəsulum, sənə nazil olanı insanlara çatdır. Bu sözü cəmaata de. Birdən bu işi görməsin, Peyğəmbərlik işini yerinə yetirməmisən. Peyğəmbərlik işin heç oldu, naqis olar, yerinə yetirilməmiş sayılar. Allah Teala bu ayənin ardı da var təbii ki. Bu ayəni Həzrəti Rəsulallaha nazil eləyir. İnsanların yazırları bir ucu gedib cöhviyə çatmışdı. 120 min insan. Cöhviyə çatıb, bir dəstəsi arxada qalıb, Peyğəmbər Qədirxumda dayanıb, dedi ki, cöhviyəcən gedib çıxanlara deyin qayıtsınlar. İnsanlar deyib toplaşmışdı. Gedənlər də qayıtdılar, bir yerə toplaşdılar və çox isti bir gün idi həmin gün. Gün həddən artıq isti idi və insanların deyir, əlini, ayağını torpağı yandırırdı. Torpağa deyir, əlini, ayağını insanlar qoya bilmirdilər. Yerə deyir, parça salıblar, başlarının üzünə parça salıblar ki, günəş onları yandırmasın. Peyğəmbər deyir, orada namaz qılır və tarixi xutbəsini oxuyur ki, o xutbəni mən oxumuram, vaxtımızı çoxalar. Həmin o çıxışın sonunda Peyğəmbər bu sözü deyir. Əli əleyhissalamın vilayətini elan eləyir, cəmaatın içindən baxır. Həzrət Peyğəmbər görürlər ki, kimisə axtarır. Əli əleyhissalama işarə eləyir. Əli əleyhissalam deyir, gəlir ona tərəf. Əlinin əlindən tutub qaldırır. Hətta hədis yazır ki, Həzrət əleyhissalamın əlini qaldıranda Peyğəmbərin qolunun altının bəyazlığı görsənir. Qaldırır əbadan, bəyazlığı görsənir. Orada deyir ki, mən kuntu mövla, fəhədə əliyyum mövla. Mən kimin mövlası, hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. Ondan sonra deyir ki, hər bir adam gəlsin tək-tək Əli əleyhissalamdan əl verib görüşsün, beyyət eləsin. Deyirlər ki, ya Rasulallah, neçə gün burada qalmalı olarıq, tək-tək beyyət eləsək, görüşsək. Deyir, neçə gün qalmalı olsuz da gəlib tək-tək beyyət eləməlisiniz. Tək-tək gəlirlər, beyyət edirlər. Deyir, hətta qadınlar da gəlib beyyət eləsinlər. Necə? Bir teş gətirin, su qoyun. Həzrət Əleyhisselam əlin salır teşdə, bu başdan, o başdan da xanımlar o cür beyyət eləyirlər. Bu şəkildə Həzrət Əleyhisselamdan orada beyyət bağlayırlar. Bu mərasim bitir, Qur'anın ən əzəmətli ayələrindən biri nazil olur. Diqqət eləyin. Vilayət məsələsi ortaya çıxır. Ondan sonra Allah Teala Qur'andan ayə nazil olur. Bu ayəni başqa yerdə Allah Teala da nazil eləməyib. Bir dəfə olub bu. Gəlib deyəcəyik.
Allah Teala buyurur ki, ayənin ardı var, gəlir ortasında buyurur ki, "Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinə." Bugün dini kamil elədim, dinimiz kamil oldu, bugün neymətimi tamamladım və bugün din olaraq sizin üçün İslamı bəyənib seçdim, İslama razı oldum və bu ayə nazil olur. Bu ayənin içindədir. Bir başqa sözlə deyir, bu sözdən qabaq Allah başqa söz deyir. Həzrət Əli əleyhissalamın vilayətini Peyğəmbər elan eləyib, ayə nazil olur. Sonra buyurur ki Allah Teala, "Əl-yevmə yəisəl-ləzīnə kəfəru min dinikum fələ təxşəvhum vəxşəvni." Bugün artıq kafirlər sizin dininizdən məyus oldular. Bugün kafirlər naümid oldular və artıq onlardan qorxmayın, məndən qorxun. Allah Taala'nın əmri ilə Peyğəmbər elan elədi, ayə nazil olur. Birinci bu söz nazil olur. Axırıncı oxuduğum kəlmə. Deyir ki, bugün kafirlər artıq sizin dininizdən məyus oldular. Onlar bildilər ki, daha heç nə eləyə bilməyəcəklər. Daha bundan sonra iman insanlar, cəmaat, bundan sonra onlardan qorxmayın. Bundan sonra məndən qorxun. Çünki dinimi tamamladım, sizin için İslamı seçtim. Allah buyurur ki, bugün ki Əlinin vilayəti elan olundu, artıq kafirlər sizin dininizdən məyus oldular, naümid oldular. Onlardan qorxmayın, məndən qorxun. Bu ayənin üstündə danışacağıq axıra qədər. Bu sözün, bu kəlmənin üstündə danışacağıq. Son ayə ki oxuduq. Nə vaxt din sığortalanır? Dinə zərbə dəymə ehtimalı yoxdur. Din qorunur. Kafirlər dindarlara və İslam'a heç nə eləyə bilməzlər. Düşmən nə zaman dinə zərbə vura bilməz? O vaxt ki bir cəmiyyət məsum imamın imamətinə, vilayətinə bağlanır. O vaxtı. Allahın dostunun, Allahın vəlisinin, məsum imamın, Allahın höccətinin vilayətinə bağlanında. Allah dostunun, vəlisinin vilayətinə bağlı olan cəmiyyətə, dininə heç kim zərbə vura bilməz. Əgər bu baş verərsə, düşmən heç nə eləyə bilməyəcək. Bir cəmiyyət ki, daha doğrusu vilayətə sıx bağlıdır, vilayətə söykənib, vilayət nədir? Həmin o imamət. Yəni Allah vəlisinin, Allah dostunun imamətini, rəhbərliyini qəbul eləmək. Vilayət budur. Məsum imamın imamətini, rəhbərliyini, ağalığını qəbul eləmək. Buna deyirlər vilayət. Bir cəmiyyətin Qur'an məntiqinə görə qüdrətinin ən başlıca amili həmin o məsum imamın imamətidir, vilayətidir. Başqa məhfumlar deyil. Cəmiyyətin sərvətə sahib olması qüdrət amillərindən ola bilər, amma başlıca amil deyil. Bir cəmiyyətin sərvəti olması, bir toplumun sərvəti varsa, onun qüdrətindən xəbər verir, amma başlıca amil deyil. Əsas amil deyil. Bir cəmiyyətin hərbi qüdrətə malik olması, onun qüdrət amili sayıla bilər, amma başlıca amili deyil. Qur'an buyurur ki, vilayət elan edilən gün bu ayədən yoxdur başqa yerdə Qur'an-ı Kərimdə. Bir dənədir. Bu ayəni heç yerdə Allah Teala danışmayıb, axırıncı dediyim sözü. Əli əleyhissalamın imamətini, vilayətini elan olunan gün Qur'an buyurur ki, "Əl-yevmə yəisəl-ləzīnə kəfəru min dinikum." Bugün artıq dinsizlər, kafirlər sizin dininizdən məyus oldular, naümid oldular. Yəni heç bir ziyan toxundura bilməzlər sizə. Namaz ayəsi Allah Teala nazil elədi, nazil oldu. Amma demədi ki, bugün kafirlər naümid oldular.
xüms ayəsi, zəkat ayəsi, cihad ayəsi, oruc ayəsi Allah Teala nazil elədi. Amma ondan sonra heç vaxt demədi əl-yevmə yəisəl-ləzīnə kəfəru min dinikum. Allah onların heç birində Qur'an-ı Kərimdə yoxdur ki, onları deysin, sonra desin ki, kafirlər artıq dinimizdən məyus oldular. Bir dənə yerdə deyib. O da Həzrət Qədirxum hadisəsindən sonra. Yəni, məsum imamın imamətinin elanından sonra dedi ki, artıq kafirlər məyus oldular. Qədir ayəsi açıq-aşkar bildirir ki, bugündən dinimiz amandadır. Din amandadırsa, özünüz də amandasınız. Əlinin vilayətinə möhkəm yapışarsınızsa, düşmən sizə heç nə eləyə bilməz. Məsum şəxsin vilayətini qəbul edən cəmiyyət zəlil olmaz, ziyana uğramaz. Mütləq izzətə çatacaq. Ondan sonra buyurur ki, fələ təxşəvhum. Kafirlərdən qorxmayın. Vəxşəvni. Məndən qorxun. Məndən qorxun. Bundan sonra hesabınız mənlə olacaq. Bundan sonra hesabınız, mən hesab kitabı mən eləyəcəm sizinlə. Mənlə sizin hesabınız açılır bundan sonra. Bundan sonra məndən qorxun. Bu neymətinin qədrini bilməsiniz. Vilayət neymətinin qədrini bilməsiniz, mən özüm sizə bəla nazil eləyəcəm. Bunu deyir Allah Teala. Kafirlərdən qorxurdunuz, artıq getdi. O qorxunu çıxardın, məndən qorxun. Əgər o vilayət neymətinin qədrini bilməsiniz, mən bəla verəcəm sizə. Bu çox həssas bir gündür. Peyğəmbərin vilayəti imtihan olunur. Qədirxum günü Peyğəmbərin vilayəti imtihan olunur. Bu cəmiyyət ki, Peyğəmbər bunların içində bu qədər zəhmət çəkdi, din təbliğ elədi, şəriət gətirdi, başa saldı. Onun Peyğəmbərliyini ola bilsin ki, qəbul eləsinlər. Peyğəmbər kimi qəbul eləsinlər. Peyğəmbərlik nədir? Peyğəmbərlik budur ki, Allah mənə deyir, mən də çatdırıram. Bu oldu Peyğəmbərlik. Peyğəmbərliklə, belə deyək, rəhbərliyi, ağalığı səhv salmayaq. Peyğəmbərlik budur ki, Allah dedi mənə, mən də çatdırdım sizə. Mənə deyəndə ki, Peyğəmbərdən söhbət gedir. Peyğəmbərə, Peyğəmbər də çatdırdı. Peyğəmbərin Peyğəmbərliyini qəbul eləyirdilər bəziləri. Bəli də, Allah deyib ona, o da çatdırır. Hələ təzə-təzə onu da qəbulu, sonra yavaş-yavaş. Bunu qəbul eləmək asandır. Amma Peyğəmbərin ikinci vəzifəsi var idi. Nə idi o vəzifə? İkinci vəzifəsi Peyğəmbərin vilayəti idi. Onun ağalığı idi, onun rəhbərliyi idi. Burada insanlar ilişib qalırdılar. Burada ilişib qalırdılar. Peyğəmbərliyini qəbul eləyirdilər, asan qəbul eləyirdilər. Amma onun ikinci vəzifəsində ilişib qalırdılar insanlar. Yəni ağadır, rəhbərdir, cəmiyyət ona itaət eləməlidir. Bax, Peyğəmbərin Qədirxum günü bu cəhəti imtihana çəkilir. İnsanlar bu cəhətdən imtihan olunur. Bu cəmiyyət ki, Peyğəmbərə neçə ildir, bunları Peyğəmbər Allaha dəvət eləyib, bunlar Peyğəmbərə ağa kimi qəbul eləyiblər, Allah bunu yoxlamaq istəyir, yoxsa yox. Qədirxum günü o imtihan olunur. Peyğəmbərin vilayəti, Peyğəmbərin rəhbərliyi, Peyğəmbərliyin ağalığı, insanlar bunu necə rəhbər sayırlar. O imtihan olunur Qədirxum günü. Allah demir Qur'anda mən kuntu mevla fəhədə əliyyum mevla. Bunu demir Allah Teala. Qur'anda heç yerdə bunu tapa bilməyəcəksiniz. Amma Allah Teala deyir ki, bəlliğ mə unzilə iləykə min rabbik. Sən dinən, ya Resulallah, bugün sənin sözünlə imtihan eləyəcəm insanları, onları. Görüm sənin ağalığı qəbul eləyiblər, yoxsa yox. Sən deyəcəksən ki, bunu sən deyəcəksən. Qur'an deməyəcək bunu. Mən kuntu mevla fəhədə əliyyum mevla sözünü mən deməyəcəm. Qur'an-ı Kərim deməyəcək. Sən deyəcəksən. Sən de görüm, sənin bu sözü bunlar qəbul eləyəcək, yoxsa yox.
Bəzən Allahda da olur ha bu söz. Məsələn, Allah ayələr var da, deyir ki, səfərdə olunuz, oruç tutmayın və yaxud da filan işi görün, filan cür olun. Bəziləri deyir ki, yox, mən tutacağam. Orada Allahın sənin heç bir şəxsi, Allah səni yoxlamaq istəyir, görün mənə nə qədər itaət eləyirsən. Burada da Allah Teala yoxlamaq istəyir ki, görək Peyğəmbərə bu ümmət bu qədər əziyyət çəkib Peyğəmbər bunlar üçün. Canını, malını, vaxtını sərf eləyib, Qur'an gətirib bunlara, başa salıb, yazmağı, oxumağı öyrədib, onu eləyib, bunu eləyib, ilahi dəvətə, ilahi yola dəvət eləyib bunları. Bu qədər zəhmətin müqabilində görək bunlar Peyğəmbəri nə qədər rəhbər qəbul eləyirlər. Qədirxumda bu üzə çıxdı. Qədirxum bu deməkdir. Dedi, Quran deməyəcək bunu sən deyəcəksən. Nə deyir Quran? Quranda bu tərəfdə də Allah Teala buyurur ki, mə yantiqu anil hava. O deyir, nə deyirsə, havayı nəfsindən demir. O özündən heç nə deməz. İn huva illə vəhyun yuha. İlahi vəhyə əsasən. Onun dediyi sözlərin hamısı ilahi vəhdir, Allahdandır. Allah imtihana çəkib, ağır imtihan idi. O gün çox ağır imtihan idi. O gün bəlli olacaq ki, Peyğəmbəri bunlar qəbul eləyiblər, yoxsa yox. Çox vaxt deyirik ki, Qədirxum günü Əli əleyhissalamın vilayət günüdür. Amma diqqətlə araşdırsın, təhlil eləsin, analiz eləsək, görürük ki, yox, Qədirxum günü Peyğəmbərin vilayət günüdür. Peyğəmbərin vilayəti əvvəl gəlir. Cümlənin əvvəlini biz yaddan çıxardırıq bəzən. Cümlənin əvvəlində buyurur ki, mən kuntu mövla, mən kimin mövlasıyam. Cümlənin əvvəli var orada. Fəhəzə əliyyum mövla. Sonra deyir Həzrət Əleyhisselam o mövlasıdır. Bu Qədirxum günü birinci Peyğəmbərin vilayət günü idi. Peyğəmbərin vilayətinin imtihana çəkilən günü idi. Bu cəmiyyət məni qəbul eləsə, Əlini də qəbul eləyəcək. Əlini qəbul eləməməyinin mənası budur ki, yəni Peyğəmbər deyir ki, məni qəbul eləməmsiniz. Heç bunlar məni qəbul eləmədilər. Mənim də rəhbərliyimi, imamətimi qəbul eləmədilər. Həzrət Əleyhisselamı qəbul eləməməkləri bu idi. Sual verir orada. Heç yerdə soruşmayıb. Soruşdu ki, Peyğəmbər soruşdu ki, kim möminlərə özlərindən daha da ixtiyar sahibidir? Peyğəmbər ixtiyar sahibi də bizim üzərimizdə. Höccətdir. Sual verir. Deyir, sizə özünüzdən də daha ixtiyar sahibi kimdir? Deyir, özü cavab verir. Peyğəmbər arxasıca buyurur ki, mən Peyğəmbər, mənəm ixtiyar sahibi sizin üzərinizdə, sizdən də. İnsan özünün ixtiyar sahibidir, deyir, mən sizdən də sizə ixtiyar sahibiyəm. Ondan sonra bu sözü deyir. Heç vaxt belə soruşmamışdı, heç vaxt belə danışmamışdı Peyğəmbər. Mənim rəhbərliyimi qəbul edirsiniz? Sual verir. Dedilər ki, bəli. Dedi ki, şahid ol, ilahi. Dildə dedilər, amma əməldə gördünüz neynədilər. Peyğəmbər öz vilayətini elan elədi. Əlinin vilayəti Peyğəmbərin vilayətinin davamı idi. Burada imtihana çəkildi Peyğəmbərin vilayəti. Görəsən, bu cəmiyyət Peyğəmbərin rəhbərliyini qəbul eləyib, yoxsa yox? Kim qəbul edib? Burada məlum olur artıq. Qədirxum iki vilayətin günüdür. Vilayətin iki dənə şəxsin vilayətinin günüdür. Əli əleyhissalam vilayətinin elanı ilə Peyğəmbərin vilayəti imtihan olunur. Əl-yəvmə yəisəl-ləzīnə kəfəru min dinikum. Bu gün kafirlər dininizdən ümidsiz oldular. Əgər siz vilayətə bağlanarsınızsa, izzətə çatarsınız, qüdrət sahibi olarsınız. Heç bir hökmdən yox. Əxlaqla yox, başqa hökmlərlə yox. Qüdrətin amili Allah vəlisinə təslim olmaqdır. Hətta bir cəmiyyət elmli də ola bilər. Elmi də olsa belə, elm təklikdə həmin o cəmiyyəti qüdrətə çatdırmaz. Qur'an açıq-aşkar bizə deyir ki, əgər məsum imamın vilayəti olsa, sizə heç bir ziyan toxunmayacaq. Heç kəs sizə heç nə eləyə bilməyəcək. Bu Qur'anın siyasi nəzəriyyəsidir.
Bu nəzəriyyə, bu ayə o nəzəriyyənin ifadəsidir. O dediyimiz ayə o nəzəriyyənin ifadəsidir. O nəzəriyyənin belə deyə elanıdır. Allah vəlisinin imamətinə təslim olmasa bir cəmiyyət, din də oyuncağa çevriləcək onun əlində. Din oyuncaq olacaq artıq. Dinin hökmlərinin heç bir mənası olmayacaq ki, bunun bariz nümunəsini görürük bəzi yerlərdə. Bariz nümunəsini görürük. Dinin də mahiyyəti qalmayacaq. Ruhsuz bədən kimi olacaq o cəmiyyət. Ruhsuz bədən kimi. Təsəvvür elə ki, bir cəmiyyətdə imamət yoxdur, rəhbər yoxdur. O cəmiyyətin, sükan arxasında sərnişinlər minirlər avtobusa, sürücü yoxdur, maşın elə hara gəldi gedir. Onları məqsədə aparıb çatdıra bilər? Yox, çatdıra bilməz. Və yaxud da indi gəlib deyəcək, o sükan arxasında oturan, üzr istəyirəm, nəuzubillah, məsciddən sərsəm bir insandır. Gedib çatar o sərnişin, belə deyək, əsl yerinə. Yox, gedib çata bilməz, məqsədə çata bilməyəcək. Ruhsuz bədən kimi olacaq o cəmiyyət. İzzətə çatmayacaq. Vilayət günü əl-yəvmə yəisəl-ləzīnə kəfəru min dinikum. Vilayət günü kafirlər sizin dininizdən naimid oldular. Fələ təxşəvhum vəxşəvni. Onlardan, kafirlərdən qorxmayın, məndən qorxun. Yəni bu gündən düşməndən qorxmayın. Məndən qorxun. Bu vilayətin qədrini bilməsiniz. Əgər bilməsiniz, özüm sizi nabud eləyəcəm, özüm sizi məhv eləyəcəm. Mədinənin küçələrində qan axırdı. 3 gün, 3 gecə Mədinə cəmaatının malı, dövləti, sərvəti, namusu Yezid qoşununa halal edildi. 3 gün Hərrə hadisəsi deyirlərdi ona. 3 gün taladılar, çapdılar Mədinəliləri. Allahın bəlası idi, nazil olmuşdu. Əlinin vilayətinə sarılmasız, heç sarılmasız bu cür olacaq. Sarılsız heç kimdən qorxmuyor. Onun vilayətinə sarılmasız, kafirdən qorxmayın. Allah deyir, məndən qorxun. Özüm girişəcəm işə və bəla nazil edəcəm. Vilayətə sahib olmayan cəmiyyət zillətə məhkumdur. Hərrə hadisəsində 3 gün Mədinə cəmaatı qan ağladı. Qarət elədilər Mədinə cəmaatını. Peyğəmbərin sözündən çıxmağın nəyin nəticəsi idi? Peyğəmbərin sözündən çıxmağın vilayət hökmünə tabi olmamağın nəticəsi idi ki, 3 gün. Allahın əsas imtihanı ümməti üçün vilayət idi. Əgər bağlı olsaydı vilayətə, həmin ümmət zaval yox idi. Müsəlman cəmiyyətinə zaval yox idi. Bağlı olmasaz, Allah deyir ki, özüm bəla nazil eləyəcəm. Necə ki, elədi. Niyə İmam Hüseyin əleyhissalamın qatili Kufəlilər oldu? Həzrət Əli əleyhissalamla Şamlılar da vuruşmuşdu. Bəsrə cəmaatı da Həzrət Əli əleyhissalama qarşı idi. Niyə görə İmam Hüseyin əleyhissalamın qatili Kufə cəmaatı oldu? Bəsrəlilər olardı da, Şam cəmaatı olardı da. Niyə görə Kufəlilər? Çünki Kufəlilərin bu bəlası, Allah lənətləmişdi onları. Niyə görə? Çünki Kufə Əlinin hökumətini görmüşdü, Əlinin vilayətini görmüşdü. O vilayətin qədrini bilmədiklərinə görə tarixin ən qəddar, ən böyük cinayətinə səbəb oldular, cinayətkarları oldular onlar. Çünki vilayətin qədrini Allah bəla verdi də. Allah tarixi elə gətirdi. Bəsrə cəmaatı da İmam Hüseyin əleyhissalama qarşı çıxıb onu şəhid eləyə bilərdi. Şamlılar da eləyə, amma Kufəlilərin boynuna düşdü. Niyə? Çünki Əli hökumət eləmişdi, vilayət birinci orada olmuşdu, onların boynuna gəlmişdi. Həmin cəmiyyət vilayətin qədrini məsum imamın imamətinin, hökumətinin qədrini bilməmişdi. Ona görə məsələ bundan ibarət idi. Ona görə Kufəlilər tarixin ən cinayətkar insanları oldular ki, Peyğəmbər kimi şəxsin nəvəsinin, ciyərparəsinin əlləri onun qanına batdı.
Küfəlilərin bəlası bu idi ki, Həzrət Əli əleyhissalamı görmüşdülər, onun hökumətinə şahid olmuşdular, onun ədalətinə şahid olmuşdular. Vilayətin qədrini bilməyən bir xalq, vilayətə xəyanət eləyən bir xalq bu bəlaya məhkumdur. Məhkumdur ki, Əli Peyğəmbər balasının qanına batsın. İmam Hüseynə qarşı törədilən dediyimiz kimi cinayət tarixin və Quran məntiqinin, yəni din məntiqi ilə yanaşsaq ən qanlı cinayətdir. Bu cinayəti kimlər törətdi? Vilayətin qədrini bilməyənlər. Bu böyük bir dərsdir, böyük bir örnəkdir. Böyük bir örnəkdir. Hədisdə buyurur ki, vilayətu Əli ibn Əbi Talib hisni fəmən dəxələ hisni əminə min azabi. Əli ibn Əbi Talib əleyhissalamın vilayəti, imaməti mənim qalamdır. Kim bu qalaya daxil olsa əzabımdan amandadır. Allah Teala deyir, hədisi qüdsüdür. Deyir, Əli ibn Əbi Talibin vilayəti, imaməti, məsum imamın imaməti, vilayəti mənim qalamdır. Kim bu qalaya daxil olsa amandadır. Kim istəyir dini sığortalansın, mənəviyyatı sığortalansın, əqidəsi sığortalansın, təmiz yaşasın, şeytandan amanda qalsın, düşməndən amanda qalsın, Əlinin vilayəti deyir, mənim qalamdır. Allah bu cür buyurur, kim bu qalaya daxil olsa əzabımdan amandır. Yəni günahlardan qorunacaq. Bu qaladan kənarda qaldınsa, namaz da sənə xeyr eləməyəcək, oruc da sənə xeyr eləməyəcək, heç bir faydası olmayacaq. Dinin heç bir hökmü sənə fayda verməyəcək, səni qorumayacaq əzabdan. Alimlərdən biri yazırdı ki, elə bir dəstə yolçu, yəni müsafir bir yerdən başqa yerə gedirlər. Bir dənə avtobusa miniblər. Avtobusun da sürücüsü çox ağıllı, əmanətdar bir insandır. Sərnişinlər indi biraz belə deyək, şuluq adamlar olsa da əsas o sürücüdür, o əmanətdardır. Bilirlər ki, bu A məntəqəsindən B məntəqəsinə aparıb çatdıracaq onları. Təsəvvür elə ki, sürücü dediyimiz kimi əmanətdar insan deyil, sərsəm bir insandır. Sərnişin nə qədər səliqəli, ədəbli, əxlaqlı olsa da, əsas ruh sürücünün əlindədir, sükan sürücünün əlindədir. O A məntəqəsindən gəlib çıxacaq C məntəqəsinə, B məntəqəsindən çatacaq. Bunların məqsədə çatdıra bilməyəcək. Və vilayət budur. Vilayət müqəddəratı əmin bir adama əmanət eləməkdir. Əmin bir şəxsə əmanət eləyirsən. Məsum imamın imaməti budur. Bir dənə başqa misal çəkir həmin yerdə. Deyir ki, dağa alpinistlər çıxır da görmüsünüz. Dağa necə çıxırlar? Bir dənə ip sallayırlar, ardıcan, bir-birinin ardıcan çıxırlar. Bir-birinin ardıcan çıxırlar. Vilayəti təbir eləyir. Məsum imamı təbir eləyir, izah eləyir, deyir, vilayət həmin o kəndir kimidir. Alpinistlər görmüşsünüz, bir kəndir üzərində çıxır. Deyir, həmin o kəndir kimidir. Hamını bir yerə yığır. Hamını bir yerə yığır və həmin o hədəfə doğru hərəkət eləyir. Təsəvvür edir, o kəndir kəsilsə necə olar? Hamı deyir, nə qədər möhkəm adam olsa yuvarlanacaq, dağılacaq hamısı. Bu cür, məsum imamı bu cür təbir eləyir. Deyir, o ona oxşayır. O cürdür. O cürdür. Və bir dənə alim gəlir, 2 dənə beyyəti müqayisə eləyir. Qədirxum və Kərbəla beyyətini. Bir yerdə deyir, Peyğəmbər buyurdu ki, gəlin beyyət eləyin. Beyyəti sındırdılar. Deyir, tarixdə heç bir yerdə görsənməyib, heç bir imam deməyib ki, insanlara üstünüzdən beyyəti götürdüm, dağılışın. Kərbəlada İmam Hüseyn əleyhissalam 72 nəfər. Deyir ki, beyyəti götürdüm, çıxın gedin. Birində deyir, beyyət eləyin, beyyətə xəyanət eləyirlər. Bir yerdə imam özü könüllü götürür, orada sədaqət göstərirlər. Orada sədaqət göstərirlər. Və bu idi.
və cəmiyyətin bəlası, o cəmiyyətin bəlası budur ki, vilayət qədri bilməyən cəmiyyət gəlir Kərbəla kimi bir hadisə törədir. İmam Hüseyin əleyhissalam kimi bir şəxsiyyətə belə deyək xəyanət eləyir. Onun əhlini, əyalını, övladlarını qətl eləyir. Qədirxumun əsas mesajı budur ki, burada Peyğəmbərin vilayətinin imtihana çəkildiyi bir gün idi. Peyğəmbər deyir ki, mən kimin, hər kimin mövlası mənəm, Əli onun mövlasıdır. Ya Rəsulullah, deməli bu ümmət səni hələ rəhbər kimi qəbul eləməyib, ona görə də Əlini qəbul eləmədilər. Peyğəmbər Qədirxum günü həm də Əli əleyhissalamın vilayət günündən yanaşı həm də Peyğəmbərin vilayətinin məzlum olduğu gündür. Peyğəmbərin vilayətinin belə deyək, insanların üzərində, insanların Peyğəmbərin vilayətini qəbul eləmədiyi üzə çıxır ki, bunlar hələ Peyğəmbəri qəbul eləməyiblər. Onun vəsisini necə qəbul eləyəcəklər? Əli əleyhissalama qarşı çıxmaq, yəni Peyğəmbəri qəbul eləməmək. Peyğəmbər orada bəziləri şeylər, orada dost dedi, nə bilim, onu dedi, bunu dedi, nədən qaynaqlanır bu? Peyğəmbər deyir ki, Peyğəmbər o qədər nəuzubillah yaşlaşmışdı, o qədər nəuzubillah ağlı başından çıxmışdı ki, 120 min nəfəri saxlayır. Ən böyük hadisədir. Qeyd elədi, 120 min nəfər var idi. Axırıncı Həccül Vidadan qaydanda. Bir ucu gəlib Cöhviyə çatmışdı. Dedi, gedin onları qaytarın dala. Yığır bir yerə, isti o qədər idi ki, əl-ayaq yanırdı, torpağa əl-ayaq qoymaq olmurdu. Parçanın üzərində cəmaat yanmışdı. Başlarına parça salmışlar ki, isti vurmasın bunları. Orada namaz qılır. Yüklərdən mənbər düzəldirlər, söhbət eləyir. Hələ Peyğəmbər demək istəyirdisə, elə mən kimin dostuyam, Əli də onun dostudur. Elə gedər, çatardı Mədinədə, deyərdi, o boyda cəmaatı orada saxlamağın adı nə idi? Hətta deyir, qaydanları çağırındalar. Hətta deyir, burada olanlar, burada olmayanlara bu xəbəri çatdırsınlar. Ondan sonra Allah ayə göndərir. Allahın ayəsi var axı. Əl-yevmə yəisəl-ləzīnə kəfəru. Bugün deyir dininiz, kafirlər deyir bu günləri məyus oldular dininizdən. Dininizdən məyus oldular. Bundan sonra onlardan qorxmayın, məndən qorxun. Bugün sizin dininizi mən kamilləşdirdim, neymətimi tamamladım sizə, İslamı sizin üçün din qəbul elədim, İslama razı oldum sonuncu din olaraq. Bu boyda işləri biz hara örtbasdır eləyə bilərik? Bunlar hamısı onu göstərir ki, Peyğəmbər əslində demək istəyirdi ki, ağa kimi, rəhbər kimi məni qəbul eləyən Əlini də qəbul eləsin. Mən kimin ağasıyam, mən kimin rəhbəriyəm. Məlum oldu ki, Peyğəmbəri sadəcə elə bunlar elə üzdən görüblər, ya Rəsulallah, qurban olaq sənə, ya Rəsulallah, o cür, bu cür, amma gəldilər, əməldə özlərin pis göstərdilər. Bu gün var, bu gün də var. Bilmirik şimdi biz İmam Zaman əleyhissalam zuhur eləyəndə nə olacaq Allah bilir. Ona görə də buyurur ki, İmam zuhur eləməmiş qəlblərinizin üfunətini təmizləyin. Əl-imamu kəşşəmsü taliə. İmam Rıza əleyhissalamla imam parlaq güneş misalındadır. O gələndə bütün buzlar, bütün donmuş hər bir şey açılacaq. Güneş şüası necə düşər, buzları əridər. O qəlblər deyir, indi soyuducudadır. Necə ki dondurmusunuz, o donmuş vəziyyətdə çalışın ki, onu təmizləyəsiniz. Ona isti deyəndən sonra üfunət iyi qalxanda artıq gec olacaq. Ona görə buyurur ki, özünüzü təmizləyin və Qədirxum günü bu gündür. Qədirxum günü iki şəxsin vilayət günüdür. Birinci Peyğəmbərin, sonra isə Həzrət Əleyhissalamın günüdür. Allah Teala və onu da deyim ki, o zaman məsum imamın zuhuru baş verəcək ki, biz insanlar Qədirxumu dərk eləyək. Cəmiyyət Qədirxumu dərk eləməyənə qədər imamın zuhurunu gözləməyin. Qədirxum öz məqsədinə çatandan sonra imamın zuhuru baş verəcək. O cəmiyyət ki, kamilləşəcək, Qədirxumu dərk eləyəcək, orada Peyğəmbərin vilayətini qəbul eləyəcək, ondan sonra inşallah ki, imamın zuhuru baş verəcək. İnşallah. Allah and verir izzət və cəlalı xatirinə. Allah Teala bizi Qədirxumu dərk eləyən insanlardan qərar versin. Allah Teala Həzrətin imamətini və vilayətini qəbul eləyən şəxslərdən qərar versin. Allah Teala Həzrətin
hörmətinə, onun cəddinin hörmətinə, Həzrəti İmam Hüseyn əleyhissalamın hörmətinə, Həzrəti Əli ibn Əbu Talib əleyhissalamın hörmətinə, kimin evində xəstəsi, mərizi var, tezliklə şifayı acil mərhəmət eləsin. Canlarından, qanlarından keçən şəhid qardaşlarımız, şəhidə bacılarımız ki var, Allah Teala onları Əba Əbdillah İmam Hüseyn əleyhissalamla qiyamətin günü məhşur eləsin. Allah Teala Kərbəla şəhidlərinin, məxsusən İmam Hüseyn əleyhissalamın bu dünyada ziyarətin, üqbada şəfaətin bizlərə nəsib eləsin. Qardaşlarımız həcdədirlər, ibadət eləyirlər, Allaha sədaqətlərini bildirməyə gediblər. Allah Teala orada etdikləri ibadətləri, namazları, dini ayinləri, kəsdikləri qurbanları inşallah ki, qəbul eləsin. Allah Teala həcc arzusunda olanlara inşallah ki, o gözəl, əzəmətli yerin ziyarətini və həmin əməllərin yerinə yetirilməsini inşallah ki, nəsib eləsin. Allah Teala insanlarımıza, möminlərə, bütün dünyada olan möminləri yerin göyün bəliyyatından, nəfs-i əmmarə şərrindən, şeytanın vəsvəsəsindən, məkr-i zənanidən hifz eləsin. Allah Teala bütün müsəlmanların, bütün möminlərin məxsusən başının üzərindən yaman yerlər əstirməsin. Onları zalimlərin, belə deyək, bəd-əxlaq insanların, dinə zərər vermək istəyən insanların şərrindən, xətasından amanda saxlasın. Allah Teala onları daim onların üzərində qalib qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr eləyək. Allahümmə salli alə